Bugün sizə çox asan üsulla şabalın necə təmizlənəcəyini göstərirəm. Əvvəlcə şabalların baş hissəsini bıçaqla kəsdim. Sonra onları qaynar suya qoyub təxminən 20 dəqiqə saxladım. Bu vaxt ərzində qabıqları yumşalır və təmizləmək çox rahat olur. Su biraz soyuduqda yenidən üzərinə qaynar su əlavə etdim ki, daim isti qalsın. Sonra isə bıçaqla rahatca tərtəmiz təmizlədim. Təmizlədikdən sonra az miqdarda sarı köklü soyuq suya qoydum. Bu həm dad verir, həm də rəngini gözəlləşdirir. Axırda isə soyuducuya yerləşdirdim. Belə saxlamaq daha uzun ömürlü edir. Bu üsulla şabald həm dadlı, həm də asan təmizlənir. Videonu bəyəndinsə kanalıma abunə olmağı və bildirimləri açmağı unutma.